Salam dəyərli şagirdlər, mən Həqiqət müəllimə. Bugün sizinlə 7-ci sinif 4.4 mövzusu olan onurğasız heyvanlarda bədən əsas hissələri buğumaqlar ilə tanış olacağıq. Mövzunun ən əvvəlində bizə mövcud diaqramı təqdim ediblər. Bu diaqramı təhlil etmək istəyirəm sizinlə. Diaqramımızın əsas mənası nədən ibarətdir? Biz bilirik ki, canlılar 4 aləmdə qruplaşdırılır. Bitkilər, heyvanlar, göbələklər, bakteriyalar. Biz bunların içərisində ümumən götürsək, bir hüceyrəlilər, yəni bakteriyalar da onların içərisində. Onlar növ müxtəlifliyinə görə ən azdılar. Düzdür, təbiətdə bakteriyaların sayı həddindən artıq çoxdur. Amma say dediyimiz zaman biz növ anlayışını say anlayışı ilə qarışdırmayaq. Nümunə olaraq deyim sizə. Məsələn, dünyada Homo sapiens, İnsan, dərakəli insan növü bir növdür. Amma dünyada 8 milyarddan çox insan var. Yəni say etibarilə 8 milyard, növ etibarilə bir növdür. Bu prinsiplə bir hüceyrəlilərin növ sayı az ola bilər, amma sayları həddindən artıq çoxdur. Çünki onlar çox kiçikdirlər və sürətlə çoxalırlar. Bu səbəbdən say və növ anlayışını qarışdırmayaq. Ən az oldu bir hüceyrəlilər. Daha sonra nisbətən fikir versəz, göbələklər onlara nisbətən daha çoxdur. Göbələklərdən daha çox isə bitkilərdir. Yəni mən artma ardıcılığı ilə yazıram. Ən çox isə gördüyümüz kimi heyvanlardır. Amma heyvanları iki qrupa ayrılıb. Buğuməyaqlılar və buğuməyaqlılardan başqaları. Bu səbəbdən mən ən çox heyvanları yazacağam. Amma heyvanlar içərisində də ən çox olacaq buğuməyaqlılar. Buğuməyaqlılar daha çox olacaq. Digərləri ondan az olacaq. Yəni sayca digərləri, digər heyvanlar buğum ayaqlılardan növ sayına görə, növ müxtəlifliyinə görə az olacaqlar. Bu səbəbdən əgər sizə heyvanlar haqqında istənilən bir məlumat versə, dünyadakı canlılar içində bu xüsusiyyət üstünlük təşkil edir, qeyd etsə, doğru olacaq. Yəni istənilən heyvan haqqında xüsusiyyət ki, bu sizə verə bilər ki, məsələn, dünyadakı heyvan növləri, canlı növlərinin əksəriyyətində plastid var desə, bu düzgün cümlə olmayacaq. Çünki biz gördük ki, bitkilər, çünki biz bilirik ki, plastid bitkilərə xarakterik bir orqaneldir və biz gördük ki, bitkilər üstünlük təşkil etmir sayı etibarilə. Ən üstünlük təşkil edən heyvanlardır. Amma bizə qeyd etsə ki, dünyadakı canlıların əksəriyyətində məhdud böyümə var, yəni müəyyən yaşa qədər böyümə var. Bəli, bu doğru olacaq. Çünki bu heyvanlara xarakter xüsusiyyətdir və biz bunu heyvanlar ən çox növ müxtəlifliyə malik olduğu üçün dünyadakı canlıların əksəriyyətinə aiddir deyə bilirik. Davam edək. İndi gəlin tanış olaq ki, bu buğum ayaqlılar özü ən çox növ müxtəlifliyə malikdir, tamam. Amma özü hansı qruplardan təşkil olunub? Buğum ayaqlıları biz qruplara bölsək, 3 əsas qrupa böləcəyik. Xərçəng kimilər, hörümçək kimilər və həşəratlar. Yəni bizim təyin edəcəyimiz 3 qrup bunlardır. Həşəratlar, xərçənglər və ya yengəclər, bir də hörümçəklər. İndi gəlin əvvəlcə xərçənglər və ya yengəclər, yəni və ya da deyirəm əslində fərqlidir, amma eyni qrupda da təyin edə bilərik, daha oxşar olduqlarına görə bir-birlərinə. Əvvəlcə tanış oluruq xərçənglərlə. Çay xərçəngi misalında tanış olacağıq. Burada şəkildə bizə baxan çay xərçəngidir. Çay xərçəngi adından bəllidir. Bunlar daha çox suda yaşamağa uyğunlaşıblar və suda yaşayan xərçənglərdən bəziləri qida kimi istifadə olunur. Yəqin ki, eşitmişik. Məsələn, krevetkalar. Krevetkalar qida kimi istifadə oluna bilər. Daha sonra digər böyük ölçülü xərçənglər çay xərçəngidir. Xərçəng kimilər daha doğrusu çay xərçəngidir. Yengəclərdir. Daha sonra langustlardır. Baxın, burada langustun şəkli də verilib. Langustlardır. Həmçinin omarlar adlı xərçəng kimlərə aid nümayəndə qrupları mövcuddur. Xarici görünüşünü biz sırf çay xərçəngi misalında öyrənəcəyik. Onun xarici quruluşuna baxacağıq. Bədəni 2 hissədən ibarətdir. Baş döş və qarıncıq. 2 hissədən ibarətdir. Baş döşü tre ilə yazdıqları üçün, yəni sizə elə gələ bilər ki, 2 fərqli hissədir, amma bir hissə olaraq götürəcəyik. Çünki bundan sonra məsələn həşəratlarda bu ayrılacaq. Baş, vergül, döş, vergül, qarıncıq. Bu zaman 3 hissə deyə bilərsiniz. Amma bu xərçənglərə xarakter deyil. Xərçənglərdə 2 hissə, baş, döş və qarıncıq. Niyə? Çünki baş, döş bir-birinə hərəkətsiz şəkildə birləşib. Bu səbəbdən onu bir vahid hissə kimi nəzərdə tutacağıq.
Bədənləri, bunlar niyə buğum ayaqlıdır? Çünki həm bədənləri, həm ətrafları tamamilə buğumlardan təşkil olunmuşdur. Bunların əcdadları həlqəvi qurdlardır. Yəni belə hesab edilir ki, təkamüldə bunlar həlqəvi qurdlardan yaranıblar. Və həlqəvi qurdlardan yaranarkən bədənləri həlqə-həlqə idi axı həlqəvi qurdların segmentlərdən təşkil olunmuşdu. Və yadınızdadırsa qum qurdu, nereid kimi qurdlarda bədənin hər həlqəsinin kənarlarında çıxıntılar, qılcıqlar var idi. Və düşünülür ki, həmin qılcıqlar xərçəng kimilərdə və yaxud buğum ayaqlılarda artıq ətraflara çevrilib. Bütün segmentlərdə bu cür ətraflar formalaşıb. Xərçənglərin bu nisbətən baş döşün yuxarı hissəsindəki yuxarı hissəyə baxsaq, burada biz ağız aparatını görəcəyik. Bu da düşünülür ki, bu ağız aparatı əslində başdakı buğumlarda olan ətrafların şəkil dəyişməsidir. Yəni artıq ətraf kimi fəaliyyət göstərmir, funksiyasını dəyişib və qidanı tutmaq, parçalamaq kimi funksiyalar qazanıb. Bu səbəbdən artıq ətraf deyil, ağız aparatı tərkibinə daxil edilmiş hesab olunur. Daha sonra biz yuxarı hissədə, baş döşün yuxarı hissəsində xərçəngin bir cüt gözünü görürük. Qara qəşəng bizə gözləri ilə baxır. Sonra 4 ədəd bığcığı var uşaqlar. 4 dənə bığcıq. Baxaq. 2 dənəsi bu uzunlar, 2 dənəsi də bu qısalar. Fikir verirsiniz, qısalar 2 hissəyə ayrılıb, yəni 2 şaxəlidir, amma say olaraq 2 ədəd götürəcəyik. Ucu 2 hissəyə ayrılıb, ilan dili kimi sanki 2 hissəyə haçalanıbdır. Amma 4 dənə bığcıq var cəmi, 4 bığcıq. Və onun ikisi uzun, yəni bir cütü uzun, ikisi isə qısadır. Bir cütü isə qısadır. Bu bizim xərçəngin baş hissəsində olan komponentlər. Keçirəm baş döşün yuxarı hissəsində olan komponentlər. Keçirəm baş döşün aşağı hissəsinə, yəni nisbətən döş nahiyəsi dediyimiz hissəyə, düzdür, baş və döş hərəkətsiz birləşib. Bu hissədə olacaq yerimə ayaqlar uşaqlar. Yerimə ayaqlarının sayı 10 ədəddir, 5 cüt. Birinci yerimə ayaqları qısqaca çevrilib. Fikir verin, ucu qısqaca çevrilib. Sanki o bağçada filan budayarkən ağacları istifadə etdiyimiz alətdə biz onu da bunlardan oğramışıq əslində. Bunun quruluşuna oxşuyur. Və qısqacları daha çox yerimə ayağı hesab olunsa da, həmçinin yerimə ilə bərabər o da ovlanma, özünü müdafiədə rol oynaya bilər. Yəni tək funksiyası yerimə deyil. Amma digər baş döş ayaqlarının, yəni bu hissədəki ayaqların hamısı yeriməyə, yalnızca yeriməyə xidmət eləyir. Digərlərində ucunda qısqaca oxşar çıxıntılar var, amma onlar qısqac qədər müdafiədə rol oynamayacaqlar. Demək ki, biz öyrəndik. 2 ədəd gözü var, 4 ədəd bığcığı var, 10 ədəd də yerimə ayağı var. İndi davam edirik qarıncıq hissəsi ilə. Qarıncıq hissəsində də əslində biz demişdik, bunlar həlqəvi qurdlardan başlanğıc götürüb və alt hissədən fikir versəz quruluşuna. Həlqəvi qurdlardan başlanğıc götürüb və demişdik, hər buğumunda yerimə ayaqları əslində olmalıydı. Çünki bu simmetrik olaraq hamısına eyni formada paylanmalıydı. Qum qurdunda və nereidəki qılcıqlar kimi. Amma bunlarda fikir verirsinizsə, yuxarıdakı ayaqlara nisbətən qarıncıq hissədəki ayaqlar çox xırda qalıblar. Bu səbəbdən hündür ayaqların aşağısında onlar heç bir yerimə funksiyası yerinə yetirə bilmirlər. Əslində qarıncıq hissədə də bu 5 dənə buğumun 4-ündə ayaq görürük biz. Bunlara qarıncıq ayaqları deyirlər. Yəni 4 cüt qarıncıq ayağı var. 5-ci cüt necə olub desəz, çünki burada dedik ki 5 dənə buğum var. 5-ci cüt necə olub desəz, 5-ci cüt qarıncıq ayağı, yəni 2 ədəd o 5-ci cüt qarıncıq ayaqları quyruğun pəri ilə bərabər, baxın bu quyruq pəri ilə bərabər 5 dənə lövhəcikdən ibarət 1, 2, 3, 4, 5. 5 dənə lövhəcikdən ibarət quyruq üzgəcini formalaşdırıb. Yəni qarıncığın sonunda bir quyruq üzgəci var. Quyruq üzgəci nədən təşkil olunub? Quyruq pərindən, yəni lövhəciklərdən, bir də sonuncu qarıncıq ayaqlarından, bir cüt sonuncu qarıncıq ayaqlarından təşkil olunub. Yəni əslində axırıncı qarıncıq ayaqları tam olaraq digərləri kimi funksiya yerinə yetirə bilmir. Digər qarıncıq ayaqları üzmədə funksiya yerinə yetirə bilir. Məsələn, əgər xərçəng suda üzürsə, həmin qarıncıq ayaqları dəstək ola bilir üzməyə. Amma sonuncu qarıncıq ayağının funksiyası sadəcə üzmə, quyruq üzgəcinin tərkibinə daxil olub, yəni quyruq üzgəcinin funksiyasına kömək eləməkdir, belə deyək. Üzmədə heç bir digər qarıncıq ayaqları kimi funksiya yerinə yetirmir. Digər hansı xərçəng kimlər
var desəz, Məryəm qurdu var, krevetka var, lanqust var. Məryəm qurdu quruda yaşayan yeganə xərçəng kimlərdir? Digərlər hamısı suda yaşamağa uyğunlaşıb. Xərçənglərin əksəriyyətində biz qəlsəmə, balıq kimi qəlsəmə tənəffüsü görürük. Demək olar hamısında. Hətta Məryəm qurdu quruda yaşasa belə onda da qəlsəmə tənəffüsü müşahidə olunur. Bu belə. Keçirəm növbəti buğumayaqlı qrup olan hörümçək kimilərə. Hörümçək kimilərin əksəriyyəti quruda yaşamağa uyğunlaşıblar. Bunların da buğumayaqlılar adlandırılmasının əsas səbəbi yenə ətraflarının buğumlu olmasıdır. Bunları da qruplara ayırsaq, xərçəng kimləri bayaq qruplara ayırmışdıq. Bunları da qruplara ayırsaq 4 əsas qrupa böləcəyik. Əqrəblər, gənələr, hörümçəklər və bövlər olmaqla. Baxın, burada qeyd olunub. Əqrəblər, gənələr, hörümçəklər və bövlər. Bunlar hamısı buğumayaqlıdır. Hamısı da hörümçək kimlər qrupuna aiddir. Demək, bunların bədəni də xərçəng kimilər kimi yenə baş döşü ayrılmadan bir yerdə deyəcəyik və qarıncıqdan, yəni 2 hissədən ibarətdir. Baş döş və qarıncıq, yəni baş döşü ayırmayacaq bir-birindən. İndi baxaq görək bunda hansı komponentlər var. Baş döşə baxsaq, bu qarıncıq hissəyə baxın, qarıncıq hissə buğumsuzdur. Tamamilə buğumsuzdur. Amma baş döş və baş döşə birləşən ətraflar hamısı buğumludur. Baş döşlə də qarıncıq bir-birinə hərəkətli birləşib. Sanki asılqandan asılmış kimi çox hərəkətli birləşib, zərif birləşib bir-birinə. Amma baş döşün özü, baş və döş hissəsi bir-biri ilə hərəkətsiz şəkildə birləşib. Baş döşün yuxarı hissəsində 4 cüt, yəni 8 ədəd əksər hörümçəklərdə göz olur. Düzdür, göz sayı mövzunun içində qeyd edilməyib. Gözlərin sayını qeyd etdik. Və bunlarda pedipalp və xeliser adlı çıxıntılar var başın yuxarı hissəsində. Bu xeliserlər və pedipalplar ayaq qolcuqlar adlanır, yəni qidanı tutmaq üçün uyğunlaşıb. Xeliserlərin isə adətən dip hissəsində zəhər olur və zəhər xeliserin ucuna açılır. Diş kimi sanki, ilanın dişi kimi onun ucuna açılır və hörümçək onun vasitəsilə ovunu sancıb öldürə bilir. Hörümçək torunun qurulma əslində məqsədi budur. Hörümçək torunu qurur, ora bir şikarın ilişməyini gözləyir. Digər həşəratlar ora ilişərsə, gedir yavaşca ona xeliserlərini batırır tələsmədən, çünki onsuz da ov oradan qaça bilməyəcək. Xeliserlərini batırıb zəhərini onun bədəninə axıdır və çıxıb gedir, gözləyir. Nə vaxt ki zəhər tam onu məhv edəcək və daxili orqanlarını əridəcək, daha sonra gəlir onun daxili şirəsini sorucu ağız aparatı vasitəsilə sorur. Bu hörümçəklər haqqında qısa informasiya. Yuxarı hissəsində nə olduğunu qeyd etdik. Bığcıq yoxdur. Xərçənglərdən fərqli olaraq xərçənglərdə demişdik 4 ədəd bığcıq var, amma bunlarda yoxdur. Keçirəm ətraflarına, yerimi ayaqlarına. Yerimi ayaqları xərçənglərdə 5 cüt idi. Bir cütü də qısqac idi, amma yenə 5 cüt saydı, onu da daxil edirdik. Amma bunlarda 4 cütdür. Bunlarda cəmi 8 dənə yerimi ayağı var, gözlərinin sayına bərabər, yəni 8 dənə yerimi ayağı var. Və bütün yerimi ayaqlarının uç hissəsi 3 dənə, belə deyək, caynaq birləşib. Hər ayağının uç hissəsinə 3 dənə caynaq birləşib. Əgər ki, bunun 8 dənə ətrafı varsa, 8-i vururam 3-ə, 24 dənə caynağı olmuş olur. Bu da belə. Deməli, davam edirik müxtəliflikləri ilə. Hörümçək kimlərin dedik ki, əqrəblər, gənələr, bövlər və hörümçəklər adlı qrupları var. Gəlin onlarla tanış olaq. Məsələn, tarantulla qaraqurt hörümçəkdir. Burada da su hörümçəyi. Bunlar hörümçəkdir. Otlaq gənəsi hörümçək deyil, amma hörümçək kimilərə aiddir. Əqrəblər də həmçinin hörümçək kimlərə aiddir, amma hörümçək deyil. Necə ki, bayaq xərçəng kimlərə aid idi, amma həmçinin yengeç də xərçəng kimlərə aid idi. Onun kimi bir şey. Hörümçək də hörümçək kimlərə aiddir. Otlaq gənəsi, yəni gənələr, əqrəblər və bövlər də həmçinin aiddir. Bunlar haqqında xüsusi bir məlumat yoxdur. Qısaca hərəsi haqqında biraz danışsam. Tarantul, qaraqurt, bunlardan hər ikisi zəhərlidir, amma tarantulun zəhəri ölümcül deyil, qaraqurdun zəhəri ölümcüldür. Su hörümçəyi suda yaşamağa uyğunlaşır, su kənarındakı bitkilər üzərində tor qurur, su həşəratlarını ovlamaq planı qurur. Otlaq gənəsi, gənələr hamısı parazitdir, parazit həyat tərzi keçirdirlər və bunlarda belə deyək, baş döş deyə bir hissə olmur əslində. Bunlarda bir dənə xortum olur.
bir də qarıncıq olur. Yəni hissə olaraq bölsək xortum, bir də qarıncıq böləcəyik. Baş döş deyə bir şey yoxdur bunlarda. Amma yerimi ayaqları hamısını birləşdirən dəyər odur ki, uşaqlar hamısında 4 cüt, yəni 8 ədəd buğumlu ayaqlar mövcuddur. Əqrəblərə baxaq. Əqrəbi hörümçəkdən fərqləndirən odur ki, hörümçəkdə baş hissədəki xeliserin ucuna zəhər açılırdı. Əqrəbin isə qarıncıq buğumunun sonunda zəhər olur. Əqrəbin qarıncığının son buğumunda neştər batırmaq üçün neştər olur. Onun da dibində zəhər olur. Sancıb öldürə bilir ovunu. Bu isə bövlərdir. Bövlərin zəhər vəzisi yoxdur uşaqlar, amma çox ağrılı, yəni dişləyir də deməyim, dişləri yoxdur əslində. Sadəcə ağız aparatını çox ovuna o qədər güclü batırır ki, çox ağrılı olur onun bu fəaliyyəti. Ovunu çox narahat edə bilər, incidə bilər, hətta insanı da bu şəkildə xəsarət yetirə bilər. Daha çox da faydalı hesab olunur bövlər, çünki gəmiricilərlə qidalanır, kiçik gəmiricilərlə, sıçanlarla məsələn. Bu da kənd təsərrüfatı zərər vericisi olduğu üçün gəmiricilər kənd təsərrüfatına insana fayda vermiş hesab olunur. Növbəti qrupumuz, sonuncu qrupumuz həşəratlardır. Həşəratlar digər buğumayaqlılar qrupları içərisində də ən çox növü olan həşəratlar olacaq uşaqlar. Həşəratları da qruplarına bölsək, hamının bildiyi arıdır, milçəkdir, ağcaqanaddır, kəpənəkdir, çəyirtkədir, qarışqadır, müxtəlif böcəklərdir, bitlərdir, birələrdir. Bunlar da həşəratlar içərisində daxil olan qruplardır. Burada bitlərin, taxta bitinin, birənin quruluşu göstərilib və onların hər ikisi parazitdir, qanadları olmur və gördüyünüz kimi ikisi də parazit həyat tərzi keçirdirlər. Qanadları olmasa belə parazit həyat tərzi keçirdirlər. Fikir versəz, birənin arxa ətrafları daha uzundur. Bu onun yaxşı sıçramasına, tullanmasına kömək eləyir. Davam edirəm. Demək, həşəratın xarici quruluşu ilə. Burada bizə arının qəşəng şəklini verib 50 yerə parçalanmış vəziyyətdə. Baxsaq, görsək görərik ki, uşaqlar digər buğumayaqlardan fərqli olaraq bunları artıq başla döşü ayırır. Başı ayrı verir, döşü ayrı verir, qarıncığı ayrı verir. Aha. İndi baxaq başda nə var? Baş hissədə biz görəcəyik. Baş hissədə bunun gözləri var. Gözləri həşəratlarda fərqli saylarda ola bilər. Sırf arıdan danışırıqsa, arılarda 2 dənə mürəkkəb göz olur. 3 dənə də ortada sadə göz olur. Yəni cəmi 5 göz olur. İkisi mürəkkəb, 3-ü sadə olmaqla. Sonra bunlarda həşəratlarda bir cüt bığcıq olur. Yəni bu bütün həşəratlar üçün xarakterikdir demək olar ki, xərçənglərdə 4 dənə demişdik, hörümçəkdə yoxdur demişdik, həşəratlarda isə bir cütdür, yəni 2 ədəddir deyirik. Sonra ağız aparatı müxtəlif ola bilər. Sormağa uyğunlaşa bilər, məsələn kəpənəklərdə olduğu kimi, ya da gəmirməyə uyğunlaşa bilər. Məsələn götürsək may böcəyi kimi və yaxud da götürə bilərik. Bəzilərində ağcaqanadlarda yenə deşib sorucu ağız aparatı var. Yəni qidalama tipinə asılı olaraq ağız aparatı da dəyişə bilər. Döş hissədə nə var desəz, döş hissədə yerimək üçün 3 cüt, yəni 6 ədəd ayaq var. Xatırlayaq, xərçəngdə neçə ayağı idi? 5 cüt idi, 10 ədəd. Hörümçəkdə neçə idi? 4 cüt idi, 8 ədəd. Bunlarda isə 3 cütdür, yəni 6 ədəd. Ayaqlarının sayını bildik. Ayaqları yenə buğumludur. Sonra uçanlarda qanad olacaq uşaqlar. Hamısı mı qanadlıdır? Xeyr, hamısı qanadlı deyil. Məsələn, burada dedik ki, bitlərdə, birələrdə qanad yoxdur, tarakanlarda qanad yoxdur məsələn. Amma arıdır, kəpənəkdir, bunlar çəyirtkədir. Bunların 4 ədəd qanadı var. Qanadın üst hissəsi daha böyükdür, alt hissəsi daha xırdadır. Sırf arıya fikir versək və qanadın üstünün naxışlarına, xırda naxışlarına fikir versək, bu naxışlar müxtəlif həşəratlarda müxtəlif formalarda ola bilər. Toru xatırlada bilər, pərdə formasında ola bilər, ya da çox sərt quruluşda ola bilər, yarım sərt quruluşda ola bilər. Bu da yenə yaşayış şəraitindən asılı olaraq dəyişir. Məsələn, uğur böcəklərinin qanadlarına fikir versəz, onların qanadları çox sərtdir. Amma kəpənəyin qanadları çox zərifdir. Bu da onları ayıran xüsusiyyətlərdir. Qanadlarını ayıran xüsusiyyətlərdir. Bir də qarıncıq hissəsi var. Qarıncıq hissəsində isə biz ətraf görməyəcəyik. Arının qarıncığının son hissəsində isə neştər görəcəyik. Bu sancmağa uyğunlaşıb. Neştəri vasitəsilə sancır ovunu. Əgər çox böyük bir ovu varsa, məsələn bu insandırsa,
Bizi sancdıqdan sonra adətən bal arıları ölür, amma təbii ki bu iri nəhəng çöl arıları, yırtıcı arılara belə deyək, məsələn eşək arılarına aid deyil. Çünki onlar daha iri ölçüdədirlər və bədən örtükləri daha sərtdir. Amma bal arıları insanı sancdıqdan sonra bu neştər onların belə deyək, bədənin son hissəsinə yumurta qoyan, dişilərin yumurta qoyanı olduğu üçün ki, sancan arılar adətən dişi olur. Yumurta qoyanı olduğu üçün dartıb onu geri çıxarda bilmir və nəticədə özü də zədələnir və qan itkisindən ölür. Bu dediyim xırda arılara aiddir və arılar ailə halında, yəni koloniya halında yaşayırlar. Bir ailədə də bir dənə kraliçə arı olur və təqribən 200-300, yəni 100 civarı 3 rəqəmli ədəd olmaqla erkək arılar olur və çoxlu sayda minlərlə işçi dişi arılar olur. İşçi arılar dişidir, amma çoxalma qabiliyyətləri yoxdur. Onların yumurta qoyanları bu şəkildə sancma orqanına çevrilib yuvanı qorumaq, yuvaya bal gətirmək, balaları yemləmək onların funksiyası, yəni işidir. Bu da belə. Bütün bu maraqları birləşdirən dəyər odur ki, hamısının bədəninin xarici xitin adlı xarici skeletlə əhatə olunub. Onlarda daxili skelet yoxdur, amma xarici skelet var. Digər onurğasızlardan fərqli olaraq xarici skelet var. Gəlin buradakı çalışmalarla da sürətli şəkildə tanış olaq. Burada bizə 4 ədəd həşərat verilib və həşəratların ayaqlarının quruluşunu uyğunlaşdıracağıq. Dana dişiyə baxsaq, dana dişində qazıcı olur. Məsələn, kartofları əkdiyimiz zaman fikir versəz, onların dib hissəsində dana dişi görə bilərik. Zərər vericidir, torpağa qazır. Qazıcı ətrafı var, yəni ona görə DNA, yəni qazıcı ətrafı dana dişinə uyğunlaşdıra bilərik. Daha sonra çəyirtkə görürük. Çəyirtkə tullanaraq hərəkət edir, hamımız bilirik. Bu sir deyil. Ona görə çəyirtkəni tullandırıcı ətrafa qeyd edirik. Milçək nə edir? Milçək burada nə var? Yüyürücü. Yüyürücü ətraf, yəni qaçaraq hərəkət edir. Yeriyir, yəni yeriyici də ola bilərdi bu. Bir də nə görürük burada? Üzər böcək. Bu da C variantı, üzücü ətrafa uyğunlaşır. Digər nə qeyd edir bizə? Öyrəndiklərinizi yoxlayın da deyir ki, 2 şagird kolleksiyada əqrəbə baxırdı. Şagirdlərdən biri onun xərçəng kimlərinin, digəri isə hörümçək kimlərinin nümayəndəsi olduğunu iddia edir. Hansı şagird düzgün fikirləşir? Təbii ki, hörümçək kimlərə aiddir. Yəni xərçəng kimlərin deyil, hörümçəklərin də deyil, əslində hörümçək kimilərin tərkibinə daxildir. Çünki hörümçək kimlərə hörümçəklər, əqrəblər, bövlər və gənələr aiddir. Yəni hörümçəklər əslində əqrəblərdən ayrı bir qrupdur, amma hamısı bir yerdə hörümçək kimilər adlı, belə deyək, sinif ad altında birləşiblər. Sonra nə deyir? Çay xərçənginin öz inkişafının ilkin mərhələsinə vaxtaşırı qabıq dəyişdiyi məlumdur. Yetkin fərddə isə qabıq dəyişmə baş vermir. Bunun səbəbi uşaqlar odur ki, xitin örtük onun xarici skeletidir və biz bilirik ki, heyvanlar müəyyən yaşa qədər böyüyür. Böyüdükcə müəyyən vaxtdan sonra təbii ki, xitinin içinə yerləşmir. Nə vaxta kimi? Böyüməsi dayanana kimi. Böyüməsi dayanandan sonra artıq xitin örtüyünü dəyişmə ehtiyacı da duymayacaq. Üçüncü sual isə deyir ki, qurudulmuş buğumayaqlar bədən formasını saxlayır. Bunu necə izah etmək olar? Bədən formasını saxlayır, çünki necə ki, məsələn, heyvanlar ölür, bədənləri çürüyür, amma sümükləri çürümür, skeleti çürümür. Daxili skeletdir bu. Bunlarda isə skelet daxili deyil, amma xaricidir. Xitin onun xarici skeletidir. Nəticədə yenə daxili orqanları çürüsə belə, xarici skeleti çürüməyəcək. Bu səbəbdən də bədən forması xarici skelet hesabına itməmiş olacaq. Daxili orqanlar çürüsə belə, xarici skelet onun sabit bədən formasını saxlamağa yenə də davam edəcək. Dərsimiz bu qədər. Sağ olun.